Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir. İnformatika dim test toplusuna yeni əlavə olunan bir qraf sualına baxırıq. Deməli, sualın şərtində şəhərlərin birləşdirən yolların sxemi verilib və bizdən F şəhərindən keçməklə, H şəhərindən keçməməklə A-dan K-ya qədər olan müxtəlif yolların sayı soruşulur. Deməli, biz nə edirik? H şəhərindən keçməyir deyirsə, H-a gələn və gedən yolları silirik. Bu yollarla işimiz yoxdur. F şəhərindən keçməklə dediyinə görə isə, hansı yol ki F şəhərindən keçməyəcək, o yolları da silirik. Məsələn, A-dan E-yə gedən yol F şəhərini görməyəcək, eləcə də C-yə və C-dən Y-yə gedən yollar. Bütün bunları etdikdən sonra artıq hesablamaları başlaya bilərik. Deməli, A təpəsindən başlayırıqsa, A-dan çıxan yollar ilk yollardır. Bir dənə yol çıxır. B-yə bir yol daxil olduğu üçün çıxan yola da bir qeyd edirik və D-yə də bir yol gəldiyi üçün çıxan yola da bir qeyd edirik. B-dən F-ə də bir yol gedir. F-ə gələn cəmi yolların sayı 3-dür. Ona görə F-dən çıxan yollara 3 qeyd olunur. Y nöqtəsinə baxsaq, Y-yə sadəcə gələn yol 3 olduğu üçün oradan çıxan yollara da biz 3 qeyd edirik. G nöqtəsinə 3 daxil olur, çıxan yollar 6 olur. I nöqtəsində 6 plus 3, 9 dənə yol gəlir. Ona görə də çıxan yola 9 qeyd edirik. Və nəhayət, K-ya gələn 2 yol var. 9 cəmləyirik, 18. Deməli, burada müxtəlif yolların sayı 18 olacaqdır.